إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Tövhid dərslərini davam etdiririk. Müəllif rahimehullah tövhidi doğrultma haqqında bölümdən sonra şirkdən qorxu bölümünü gətirir. Yəni kim tövhidi doğruldarsa, sorğu-sualsız və əzabsız cənnətə girər bölümündən sonra şirkdən qorxu bölümünü gətirir. Yəni bu da onu bildirir ki, tövhidi doğrultmağın əlamətlərindən biri də insanın şirkdən qorxmasıdır. Və müəllif rahimehullah 2 ayə və bir neçə hədis gətirir və hədislərdən bu bölümdə sonuncu Cabir radiyallahu anhudan gələn hədisdir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Mən ləqiyallaha la yüşriku bihi şeyən dəxaləl cənnə və mən ləqiyahu yüşriku bihi şeyən dəxələnnar ravahu əl-Buxariyyu. Kim Allaha heç bir şeyi şərik qoşmadan Allaha qovuşarsa cənnətə girər. Və kim Allaha şərik qoşaraq Allaha qovuşarsa cəhənnəmə girər. Yəni Allahın huzuruna gələrsə bu formada cəhənnəmə girər. Yəni bu hədis ona dəlalət edir ki, cənnət tövhid əhlinə yaxındır. Cənnət tövhid əhlinə yaxındır və necə ki cəhənnəm də müşrikə yaxındır. Tövhid əhli, dini yalnız Allaha ibadət edən, ixlaslı insanla cənnətə girmək arasında ölüm durur. Çünki hədisdə gəlir ki, Əl-qabru avval mənazil-əxirə, yəni qəbir axirətin ilk mərhələsidir, ilk mənzilidir. Qəbir neməti və yaxud da əzab elə insan qəbrə girdikdən başlayır. Yəni qəbir insan üçün, yəni mömin üçün ya cənnət bağçalarından bir bağçadır və yaxud da kafir üçün də cəhənnəm quyularından bir quyudur. Deməli, cənnət muvahhidə, tövhid əhlinə yaxındır. İxlaslı insana yaxındır. Yəni onunla cənnət arasında ölüm dayanır. Yəni ölməklə artıq demək olar ki, cənnətə girir. Və cəhənnəm də müşrikə, Allaha şərik qoşan, Allaha ortaq qoşan insana da yaxındır. Onunla cəhənnəm arasında yenə ölüm durur, ölməsi ilə cəhənnəmə girir. Yəni o deməkdir ki, cəhənnəm, yəni qəbir onun üçün bir cəhənnəmdir, cəhənnəm quyularından bir quyudur. Və bu hədisdə keçir ki, Mən ləqiyallaha la yüşriku bihi şeyə. Allaha heç bir şeyi şərik qoşmadan bir kimsə Allaha qovuşarsa və burada keçən şeyən qeyri-müəyyənlikdə gəlir inkar cümləsində və bu da ümumiliyi bildirir. Yəni heç bir şərik qoşmadan, heç bir şey Allaha şərik qoşmadan şirkdən çəkinərək ölərsə cənnətə girər. Və Allaha şərik qoşmadan Allaha qovuşan, yəni insanın da halı iki haldan biri ola bilir. Onlardan birincisi, o Allaha şərik qoşmadan heç bir şeyi, tövhidi doğrultmuş olur, gerçəkləşdirmiş olur. Və tövhidi də yerinə yetirmək, doğrultmaq, gerçəkləşdirmək şirkin qarışığından təmizləməkdir. Tövhidi bidətlərdən, asiliklərdən təmizləməkdir. Artıq tövhidi gerçəkləşdirmişdirsə cənnətə hesabsız və əzabsız girəcəkdir. Və kim, ikincisi isə odur ki, Allaha şərik qoşmadan Allahın huzuruna gələn, şərik qoşmuyub, lakin ondan şirkdən aşağı böyük günahlar hasil olur. Yəni qiyamət günü o insan cənnətə girəcəkdir. Lakin bundan əvvəl, cənnətə girməzdən əvvəl ona toxunacaqdır. Ola bilsin, cəhənnəmə müəyyən müddət girəcək, təmizlənməkdən ötürü, günahlardan, kəbair günahlardan. Lakin yəni, onun tövhid əhlinin məalı, yəni qayıdış yeri cənnətdir.
Və buna görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, mən qalə la ilahə illallah dəxaləl cənnə. Yəni, kim la ilahə illallah desə cənnətə girər və inzənə və insənə, zina etsə də, oğurluq etsə də. Yəni, bunun mənası o deyil ki, yəni, insan zina etsə də, oğurluq etsə də, yəni, birbaşa cənnətə girəcəkdir. Yəni, cənnətə girməsi üçün müəyyən mərhələlərdən, təmizlik mərhələlərindən keçəcəkdir. Günahlarına görə cəhənnəmdə təmizlənəcəkdir, yanacaqdır. Lakin əbədi qalmayacaqdır. Əbədi qalan müşrikdir. Cəhənnəmdə əbədi qalan Allaha şərik qoşan, böyük şirk qoşan insandır. Deməli, kim heç bir şey Allaha şərik qoşmadan Allahın huzuruna gələrsə, cənnətə girər. Əgər tövhidi gerçəkləşdirənlərdəndirsə, hesabsız və əzabsız girəcəkdir. Yox, əgər özünə zülm edənlərdən olubsa, şirkdən aşağı günahları olubsa, cənnətə girməzdən əvvəl ona toxunacaqdır. Yəni, günahlarına görə, özünə zülm etdiyinə görə. Və sonra hədisdə keçir ki, وَمَنْ لَقِيَهُ يُشْرِكُ بِهِ شَيْئًا دَخَلَ النَّارِ. Kim şərik qoşaraq Allahın huzuruna gələrsə, cəhənnəmə gedər. Və bu da şirkin nə qədər təhlükəli olmasına dəlalət edir. Yəni, müşriklə cəhənnəmə girməsi arasında yalnız onun ölməsi durur. Yəni, müəllif rahimehullah, yəni, bu bölümdə deyir ki, Əl-xavfu minəş-şirk, şirkdən qorxu bölümü və buna dəlil olaraq ayələr gətirmişdir və hədislər gətirmişdir, hansı ki, bu ayələr və hədislər şirkdən qorxuya dəlalət edir müxtəlif tərəflərdən. Birinci ayə odur ki, İnnəllâh lə yəğfirən yüşrəkə bihi və yəğfir mə dunə zəlikə limən yeşə. Allah Teala özünə şərik qoşanı bağışlamır. Ondan aşağı olan günahları isə istədiyinə bağışlayır. Yəni, bu deməkdir ki, yəni, kim şirk üzərində ölərsə, Allah Teala onu bağışlamayacaqdır. Deməli, bu şirkdən qorxmağı gərəkdirir. Nə qədər təhlükəlidir. İkinci tərəf isə odur ki, peyğəmbərlər, salihlər şirkdən qorxardılar və dua edərdilər ki, Allah Teala onları şirkdən uzaq tutsun. Misal olaraq burada İbrahim surəsində keçən ayəni dəlil gətirmişdir. وَجْنُبْنِ وَبَنِيَ أَنْ نَعْبُدَ الْأَصْنَامِ İbrahim əleyhissalam duasında deyir ki, məni və zürriyyətimi bütlərə tapınmaqdan qorur. Və üçüncü tərəf isə Peyğəmbər sallallahu aleyhi və səlləm ümməti üçün qorxmuşdur. Peyğəmbər sallallahu aleyhi və səlləm ümməti üçün şirkdən çox qorxmuşdur. Hətta açıq aydın ifadə ilə söyləmişdir ki, İnnə əxvəf mə əxafu aleykum əşşirkul asğar. Sizin üçün ən çox qorxduğum kiçik şirkdir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bunu sahabələrə xitab edərək deyir. Elm əhli, fəhm əhli, ibadət, təqva əhlinə Peyğəmbər sallallahu aleyhi və səlləm bunu deyir. Əgər sahabələrə belə xitab olunubsa görün, onların dərəcəsinə çatmayan insanlar nə qədər qorxmalıdır. Və dördüncü tərəf isə odur ki, yəni şirkdən qorxunu gərəkdirən dördüncü tərəf, cəhənnəm müşrik insana çox yaxındır. Yəni onunla cəhənnəmə girmək arasında, əbədi qalmaq arasında onun ölümü durur. Və bu da İbn Məsud radiyallahu anh'ın hədisindən çıxarılmışdır. Və beşinci isə yenə şirkdən qorxunu gərəkdirən Peyğəmbər sallallahu aleyhi və səlləm bəzi hədislərdə xəbər vermişdir ki, onun ümməti şirkə düşəcəkdir və bundan çəkindirir və bundan qorxudur ki, yəni şirk hasıl olacaqdır. Lə təqumus sə'atu həttə yəlhəqə fi'amun min ümməti bil müşrikin və həttə ya'budə fi'amun min ümməti əl-əvthən. Yəni ümmətimdən bəzi qövmlər müşriklərə qoşulmayınca qiyamət qopmayacaqdır. Və ümmətimdən bəzi qövmlər bütlərə ibadət etməyincə qiyamət qopmayacaqdır. Və digər hədisində buyurur ki, لَتَتَّبِعُنَّ سَنَنَ مَنْ كَانَ قَبْلَكُمْ شِبْرًا دِرَاعًا دِرَاعًا حَتَّى لَوْ دَخَلُ جُحْرَ ضَبٍّ لَدَخَلْتُمُ. Yəni siz sizdən əvvəlkilərin yoluna tabi olacaqsınız, qarış-qarış, dirsək, hətta onlar kərtənkələnin yuvasına girsələr, siz də girəcəksiniz. Yəni bu 5 tərəfdən artıq bildirir ki, yəni insan şirkdən nə qədər qorxmalı, ondan çəkinməlidir. Və həmçinin insan düşündüyü zaman başqa tərəflər də vardır. Lakin müəllif rahimehullah qısaca olaraq bunları gətirmişdir ki, insanın şirkdən qorxması, şirkdən çəkinməsi, həzər etməsi üçün. Sonra məsələlər gətirir, necə ki, hər bölümdə, bu bölümdə də həmçinin ümumi alınan faydalardan əl-xavfu minəş-şirk, şirkdən qorxmaq və müəllif rahimehullah elə bölümü açmaqla da məqsədi elə budur.
və dəlilləri də buna görə gətirmişdir. Və bu dəlillərin hamısı da şirkdən qorxmağa dəlalət edir və həmçinin gətirdiyi hədislərdə buna dəlalət edir. İkinci məsələ isə riya şirkdəndir. Riya şirkdəndir. Və bu da hədisdən alınmışdır. Əxəfu mə əxəfu aleykum əşşirkul əsğar. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sizin üçün ən çox qorxduğum kiçik şirkdir və bu barədə soruşulanda deyir ki, riyadır. Və bu da onu bildirir ki, riya şirkdəndir. Riya da nədir? İnsanlara görə salih əməlini ortaya çıxartması, gözəlləşdirməsidir. Yəni Allah üçün yox, insanlara görə. Necə ki, başqa hədisində buyurur ki, yaqumur raculu feyusalli feyuzeyyinu salatahu min əcli nadarir raculi. Yəni insan namaza qalxar, insanların ona baxmasından dolayı namazını gözəlləşdirər. Necə ki, namazını gözəlləşdirir, bəzi sünnələri yəni daha tətbiq etməyə, yaxşı yerinə yetirməyə çalışır. Ona görə ki, arxada insanlar var, sağında, solunda. Yəni insanlara görə namazını bəziyir. İnsanlara görə namazın sünnələrini tam şəkildə yerinə yetirir. Və bu da riyaya aiddir. Riya da şirkdir. Və həmçinin məsələlərdən üçüncü, yəni o kiçik şirkə aiddir. Riya kiçik şirkə aiddir. Və burada da əsas nəzərdə tutulan hansı riyadır? Yüngül riya. Yüngül riya. Çünki var xalis riya, bu münafiqlərin riyasıdır. Çünki Allah Teala buyurur, yuraunən nas. Onlar insanlara göstərmək üçün əməl edərlər. Yəni imanlarını izhar edərlər, tövhidlərini, şəhadətlərini, amma küfürləri isə gizlədərlər. Və bu hal böyük riyadır, yəni böyük şirkdir, böyük küfürdür. Və bunlar da münafiqlər də cəhənnəmin ən alt təbəqəsində əbədi qalacaqlar. Lakin bu hədisdə nəzərdə tutulan isə yüngül riyadır. Yəni bəzən insandan riyanın hasıl olmasıdır. Əgər insanda davamlı olaraq riya olarsa, bu mömin sayıla bilməz. Davamlı olaraq insan bütün əməllərini insanlar görsün deyə edirsə, o deməkdir ki, yəni o insan mömin, müsəlman deyil, artıq münafiqdir. Dördüncü isə məsələlərdən salihlər üçün ən qorxulu olan, yəni budur, yəni riyadır. Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrə, salihlərə xitab edərək deyir ki, sizin üçün ən çox qorxduğum kiçik şirkdir və bu barədə soruşulanda deyir ki, riyadır. Və onların da sual verməsi qorxmalarına dəlalət edir. Yəni qorxduqları üçün sual verirlər. O nədir? Sizin üçün ən çox qorxduğum kiçik şirkdir və soruşurlar, kiçik şirk nədir? Və onlar buna həris olurlar, öyrənmək istəyirlər ki, ondan çəkinsinlər, uzaq olsunlar, qorunsunlar. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də buyurur ki, o riyadır. Deməli, şirkdən qorxmaq tələb olunur insandan və bu da, yəni insanın qorxması da insandan iki şey tələb edir. Birincisi, qorxursa dua etməlidir, ikincisi isə onu bilməlidir. Onun həqiqətini bilməlidir. Deməli, bir insan deyir, mən qorxuram, amma dua eləmir. Yəni, şirkdən Allaha sığınmır. Riyadan Allaha sığınmır. Və ikincisi isə öyrənmir. İnsan bilməlidir ki, ondan çəkinə bilsin. Necə ki, deyərdilər ki, keyf yəttəqi mən lə yədri mə yəttəqi. Əgər bir insan nədən çəkinəcəyini bilmirsə, ondan necə çəkinsin? Deməli, insan bilməlidir ki, onun mahiyyətini, həqiqətini ondan sonra ondan çəkinə bilsin. Deməli, onların bu sual verilməsi, yəni bunu gərəkdirir ki, yəni bu nə qədər qorxuludur. Ki onlar ondan çəkinsinlər, uzaq olsunlar. Və beşinci məsələ isə cənnətin və cəhənnəmin insana yaxın olması. Cənnətin və cəhənnəmin yaxın olması. Cənnətin tövhid əhlinə, ixlas əhlinə yaxın olması. Cənnət yaxındır möminə, müvahhidə yaxındır. Onunla cənnət arasında yalnız ölüm durur. Yəni ölməsi ilə cənnətə girir. Yəni qəbrə daxil olur. Qəbir də mömin üçün cənnət bağçalarına bir bağçadır. Və həmçində cəhənnəm də müşrikə, Allaha ortaq qoşana yaxındır. Möminlə, müvahhidlə cənnət arasında ölüm durur və həmçinin müşriklə cəhənnəm arasında ölüm durur. Və həmçinin məsələlərdən, yəni kim Allaha şərik qoşaraq Allahın huzuruna gələrsə, cəhənnəmə girər, hətta insanların ən abidi olsa belə. İnsanlar içərisində ən güclü ibadət edən birisi olsa belə, əgər şərik qoşaraq Allahın huzuruna gələrsə, cəhənnəmə girəcəkdir.
Yəni ki, əgər bir insan şərik qoşmadan Allahın huzuruna gələrsə, cənnətə girəcəkdir. Və ən abid insan olsa belə, əgər şərik qoşursa, ibadətin ona faydası olmur. Bu da olduqca mühüm bir qeyddir. İnsan əgər ən abid kimsə olsa belə, insanlar içərisində ən çoxlu ibadət edən insan olsa belə, əgər Allaha şərik qoşursa, onun şirki əməlini iptal edir, yoxa çıxardır, batil edir. Necə ki, Allah Teala Zümər surəsi 65-də buyurur: "Və laqad uhiya ilayka və ilellezine min qablik la in əşrakta la yahbatanna amaluka və la takunanna minel xasirin." Artıq sənə və səndən əvvəlkilərə vəhy olundu ki, əgər Allaha şərik qoşsan, bütün əməllərin batil olar və xusrana düşənlərdən, uğrayanlardan olarsan. Bəlilləhə fa'bud, əksinə Allaha ibadət et və kun minəşşakirin, və şükr edənlərdən ol. Deməli, şirk əməlləri batil edir. Hətta insan ən abid insanlardan olsa belə, çoxlu namazı, orucu, sədəqələri və xərcləmələri olsa belə, lakin şirk o qədər əməlləri batil edir. Və həmçinin burada bir məsələyə də diqqətli yönəlməyə ehtiyac var. Yəni, əgər bir insan rüşvət verən insandan rüşvəti qəbul edirsə, rüşvət verən insan ona rüşvəti verir, ona hörmət olaraq və o da bunu hörmət kimi qəbul edir. Yəni, hörmət kimi qəbul etməsi onu bu hədisdən kənara çıxardırmı? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur: "La'nallahu raşi vel murtaşi." Allah Teala rüşvət verənə də, rüşvət alana da lənət etmişdir. Yəni, adın dəyişilməsi hökmü dəyişdirmir. Yəni, burada da həmçinin insan nə qədər ibadət etməsinə baxmayaraq, əgər Allaha şərik qoşursa, yəni o qədər ibadətləri insanın batil olur. Əgər insan şirk üzərində ölərsə. Və həmçinin məsələlərdən, faydalardan İbrahim Aleyhisselamın özü üçün, zürriyyəti üçün bütlərdən qorunmağı istəməsi. Əgər İbrahim Aleyhisselam Allahın xəlili, bunların içərisində ən xeyirlisi, ən seçilmişi, yəni Allah Teala onu xəlil seçib və əli ilə bütləri sındırıb, duasında deyirsə ki, "Vəcnubni və bəni ən na'budal aslan", məni və zürriyyətim bütlərə tapınmaqdan qoru deyirsə, dua edirsə və bundan sonra kim özünə əmin ola bilər? Bundan sonra kim özünə əmin ola bilər? وَمَنْ يَأْمَنُ الْبَلَاءَ عَلَى نَفْسِهِ بَعْدَ İbrahim. İbrahim Peyğəmbərdən sonra kim arxain ola bilər ki, yəni onda şirk olmayacaq, o artıq hər şeyi bilir, şirkə düşməyəcək. Elə insanın elə arxain olması onun şirkə düşməsinə səbəbdir, günahlara düşməsinə səbəbdir. Və həmçinin məsələlərdən yəni bir çox insanların halı, ayədə keçir: "Rabbi innəhunna adlalna kəsiran minən-nas." Ey Rəbbim, bu bütlər çox insanları azdırdı. Bu bütlər çox insanları azdırdı. Yəni bu da onu bildirir ki, insanların halının çoxu zəlalətdir. İnsanların çoxu bütlərə ibadət etməklə həlak vadisinə düşüblər. Allah Teala buyurur: "Və mə əksərun-nasi və ləv harasta bimu'minin." Yəni sən nə qədər həris olsan da insanların çoxu iman gətirən deyildir. Və qalilun min ibadiyyəş-şəkur, mənim şükr edən bəndələrim azdır. Yəni bu mənada ayələr çoxdur. Bütün bunlar hamısı insandan qorxunu gərəkdirir, yəni şirkdən qorxmalı. Və həmçinin məsələlərdən La ilahe illallah kəlməsinin təfsiri, izahı bu sonraki bölümlərdə daha geniş gələcəkdir. Və sonuncu məsələ isə fadilatu men səlimə minəş-şirk, yəni şirkdən salamat qalanın fəziləti. Həqiqətən də bu elə bir fəzilətdir ki, buna bərabər başqa bir fəzilət yoxdur. Yəni kim şirkdən salamat qalarsa, yəni şirkdən qorunaraq bu dünyadan çıxarsa, o cənnətə girəcəkdir. Və Allah Teala'dan istəyirik ki, bizi də, sizi də onlardan etsin, yəni cənnət əhlindən etsin. Hələlik bununla kifayətlənir. İnşallah suallar varsa sualları keçirik.